Bunlarla bağlı nə demək istəyərdiniz? Kosmik sahədə dediyimiz kimi münasibətlərin genişləndirilməsi. Biz bilirik ki, əvvəllər Azərbaycanın bu prosesi başlamışdı. 20-ci illə qədər məsələ gedir. 15-14-cü illərdə Fransa hökuməti ilə və Azərbaycan-Fransa hökumətinin müsbət əməkdaşlıq o vaxtlar qurulmuşdu, edildi. Fransa hökumətinin birbaşa subyektiv siyasətinə keçənə qədər və sonradan Azərbaycan artıq o münasibətlərin dayandırılması müvəqqəti dediyimiz kimi müqavilə çərçivəsində istiqamətlər aparıldı. Ancaq buna baxmayaraq Azərspace dediyimiz kimi Azərbaycan bugün kosmik ölkələrdən biridir və Azərbaycan da bunun çərçivəsində digər ölkələrin təcrübəsindən istifadə edir. Daha gəncdir belə deyək, kosmik hüququ çərçivəsində baxsaq. Və bu gün də kosmik hüquq sisteminin inkişaf edilməsi sadəcə beynəlxalq konvensiya, texnoloji avadanlıq deyil və eyni zamanda da burada iki tərəfli münasibətlərin genişləndirilməsidir. Buna qədər mən sadaladığım texnoloji avadanlığı, texnoloji proqram təminatları və eyni zamanda kiber təhlükəsizlik, eyni zamanda kosmik xəritələrin qurulması, bu dediyimiz kimi bu kosmik münasibətlərin qurulmasıdır. Və Çinlə bu münasibətlərin inkişaf etdirilməsi növbəti addımlardan biridir ki, Azərbaycan bugün partnyorlardan birini bu sahədə görür Çini. Və Çinlə də vacibdir buna görmək. Niyə? Çinin bugün texnoloji avadanlıqları dünyada beşlikdədir, kosmik biz sahədə, siyasətdə görsək. İkinci məqam minaların azad edilmiş zonalardır. Biz bilirik ki, Azərbaycan vətəndaşları xüsusilə 91-dən bu yana 3400 nəfər minalardan zərər çəkənlər var. Xüsusilə də son müddətdə baxsaq 20-ci ildən bu yana 400-dən çox vətəndaş zərər çəkənlərdir. Onların da əksəriyyəti vəfat edibdir yerində partlayış nəticəsində. Hər həftə təəssüf olsun ki, biz bu nəticələri görürük. Azərbaycanda 1,5 milyon təxminən minaları var. Azad edilmiş zonalara baxsaq, Ağdamda, Füzulidə, hətta ki 21-ci ildə, 20-dən sonra 21-ci ildə istehsal edilmiş minalar da var ki, bu da reallıqdır. Bu da hətta mən sizə inandırım, Kəlbəcərdə, Laçında, bəzi yerlərdə təkcə əhali yaşadığı yerlərdə yox, yolların birbaşa Kəlbəcəri və Laçını birləşdirən yollarda onlar əhatə edilibdir, istifadə edilibdir o minalar. Gedəndə də hətta ki o minaları onlar dediyimiz kimi torpağa bastırıb gediblər. Və bugünkü də biz bu siyasətin dediyimiz, baxmayaq ki, Ermənistan bu prosesdə bizə dəstək olmur. Əsl xəritələri üzə çıxartmır. Necə ki, bizim rəqəmlərdə açıqlanıbdır, 20%-in yalnız xəritələrini üzə çıxardıbdır. Bugünkü hər minanın üzə çıxarılması üçün mən sizə bir məqamı deyim, təxminən 450-500 dollardır. Vuraq bunu 1,5 milyon miqdarına, sayına vuraq və eyni zamanda da bunun insanların itkin vəfat etməsi və mina anama təşkilatının biz bilirik ki, burada iştirak edirlər, publik şəxslər və orada dediyimiz ki, itkiləri nəzərə alaq. Həmin o sayda dediyimiz ki, mina təmizləyici deyici qurğulardır, texnoloji avadanlıqlardır, insanlardır, sayı o qədər deyil, çox, dünyada hətta. Bugünə qədər Əfqanistanda, bugünə qədər Vyetnamda 40 il qabaq olub müharibə vəziyyəti. Həmin minalarda partlayan adamlar var. Zərər çəkən insanlar var. Və Azərbaycan da bu da reallıqdır. Biz bundan qaça bilməliyik. Bu dediyimiz ki, işğalın nəticəsidir ki, qabağa gələn 30 il, 40 il ərzində bizim əhali bundan zərər çəkəcək. Və bu nəinki yalnız maddi, hansı ki, böyük bizim iqtisadiyyatımıza zərər vuracaq, reallıqda inkişafımıza da zərər vuracaq. Siz fikirləşin ki, neçə insan burada təlimləndirilir, neçə it bura təlimləndirilir, gətirilir, hazırlatdırılır, beynəlxalq milli səviyyədə ekspertlər gətirilir və sonradan da o minaların hazırlanma, təmizlənməsi. Və ona görə də bugünkü o prosesdə, köçürülmə prosesində də gecikmələr var. Bu reallıqdır. Və bunu da beynəlxalq çərçivədə biz bunu tanıyırıq. Və Çinin burada bizlə bərabər bu prosesdə dəstək olması digər ölkələrlə yanaşı, mən sizə bir dənə məqamı deyim ki, Böyük Britaniya, İsrail, digər hökumətlər birinci gündən bu prosesə bizə dəstək dururlar. Xüsusilə də Böyük Britaniya, İsrailin ekspertləri bizə bu prosesdə təlimlənmədə dəstək dururlar. İtaliya ekspertləri eyni zamanda. Bu gün də Çin bizə bu prosesə qoşulur və bu da bizə çox böyük amillərdən biridir. Burada yaşamaq hüququndan söhbət gedir. Elgün